vaxtın əksəriyyəti bu məsələyə həsr olunur. Əksəriyyət. Onun bir hissəsini siz görürsünüz, az bir hissəsini televiziyada. Amma çox hissəsini bunu görmürsünüz. Gecəm də budur, gündüzüm də budur. Mənim bu dəqiqə bir məqsədim var. Bir dərdim var. Azərbaycanı bu bəladan qurtarmaq, işğal olmuş torpaqları azad etmək və sizləri öz yerlərinə, yurtlarına qaytarmaq. Bu mənim ali vəzifəmdir. Bu mənim ali məqsədimdir. Bunu mənim qədər bəlkə bu Azərbaycanda heç kəs istəmir. Çünki sizin hər biriniz öz torpağınızı sevirsiniz, öz torpağınıza qayıtmaq istəyirsiniz. Bu təbiidir. Amma mən isə bütün Azərbaycan xalqının məsuliyyətini özlərimə götürmüşəm. Və ona görə yox ki, bu məsuliyyəti özlərimə götürürəm. Bu mənim daxili mənəviyyətimdir. Mənəviyyətimdir. Mən həyatımın məqsədini bunda görürəm. Başqa heç bir şey də yox. Məni həyatda indi heç bir şey maraqlandırmır. Yaşayışım yaxşıdır, pisdir. İşim çoxdur, yoruluram ya yorulmuram. Əziyyət çəkirəm, çəkmirəm. Çəkməliyəm əziyyət. Mən doğulmuşam bu əziyyət çəkmək üçün. Hər adamın bir taleyi var. Bu da mənim taleyimdir.